Salam şagirdlər, sizləri dərsimizdə xoş gördük. Mən Anar Həsənov. Bu gün sizə blok imtahanına kömək məqsədi ilə çoxlu təkrarlar 2 dərsi ilə qarşı-qarşıyayıq. Bu gün sizi çox yormayacağam. Xüsusən imtahana gələ biləcək maraqlı tiplərdən ortalama sizlərə suallar izah edəcəm. Deməli, başlayaq birinci sualdan. Təhlillər sisteminə aid sizə belə bir sual gələ bilər. Tutaq ki, məsələn, baxın, verərsiniz ki, sizə x plus tutaq ki, y bərabərdir a-dır. X vurulsun y bərabərdir, məsələn, 9-dur. Bu, birinci yadınızda saxlayın. Bu, kvadrat təhlillər sistemidir. Yəni, dərəcəsi 2 olan təhlillər sistemidir. Bu təhlillər sistemində sizlərə desə ki, bu təhlilin yeganə həlli var, ki, müxtəlif həlli var və yaxud da həqiqi həlli yoxdur. Onda siz nə yazıca salmalısınız? Bu, təbii ki, əvəzləmə ilə həll olunan təhlillər sistemidir. Gətirib aşağıda y-in yerinə bunu qoyanda, vurub açanda, bir tərəfli yığanda gətirib belə bir kvadrat tənlik alırsınız. Deməli, plus 9. Bir tərəfli yığdım. Və bu kvadrat tənlik. İndi, əgər birinci sual, sizə əgər desə ki, bu tənliklər sisteminin yeganə həlli var, yeganə həll. Onda, yeganə həlli olmasın, gərək bu kvadrat tənliyin yeganə həlli olmalı idi. Onda yazırsanın kvadrat tənliyin yeganə nə vaxt həlli olurdu? Və yaxud da 2 bərabər kökü nə vaxt olurdu? Diskriminant 0 olanda. Diskriminant necə tapılırdı? B kvadrat çıxılsın, 4 vurulsun, A vurulsun, C. Yəni, bu da olurdu. A kvadrat çıxılsın 36 bərabərdir 0. Nə desə, təhlillər sistemin yeganə həlli var desə, buradan da kvadrat bərabərdir 36, alar da taparsınız, ya müsbət 6, ya mənfi 6. Yox, əgər desə ki, bu təhlillər sistemin 2 müxtəlif həlli var, onda onun 2 müxtəlif həllinin olması üçün gərək bu kvadrat tənliyin də 2 müxtəlif həlli ola. Onda 2 müxtəlif həlli nə vaxt olurdu? X1 fərqlidir, X2 nə vaxt olurdu? Diskriminant 0-dan böyük olanda. Deməli, siz bunun diskriminantını 0-dan böyüdür götürüb, intervallar üsulu ilə bərabərsizlik həll eləyəcəksiniz. Yəni, açıq 6 vurulsun A plus 6, 0-dan böyüdür və burada mənfi 6-nı qeyd elədiniz, 6-nı qeyd elədiniz, intervallarla işarələr təyin etdiniz və sizə müsbət yerlər lazımdır. Çünki 0-dan böyük olan hissədir bu. Ona görə düşəcək nəyə? Mənfi sondan mənfi 6-ya, birləşmə 6-dan sonsuzluğa. Belə. İndi üçüncü hal, desək ki, təhlillər sistemin həlli yoxdur. Onda diskriminantın olmalı idi, 0-dan kiçik olmalı idi. Yəni, düşəcəkdi bura. Onsuz da onu həll etmişik. Yəni, mənfi 6, 6 olanda da o təhlillər sisteminin həqiqi həlli olmayacaqdır. Və şagirdlər, burada çaşıb siz nisbət heç vaxtı yazmayın. Nisbət dediyim nədir? O yazırdınız, A1 bölünsün A2 bərabərdir, fərqlidir, yazıca gəlirdi. Yəni, 3 hal vardı. O deyil. Orada dərəcəsi 1 olan xətti təhlillər sistemidir. Bu isə dərəcəsi 2 olan, yəni kvadrat təhlillər sistemidir. Və bu belə və bir şey yadda salın. Buna nə deyirdik biz? Kvadrat üçədli deyirdik və bu kvadrat üçədli 0-a bərabər olanda buna kvadrat tənliyi deyirdik. Bu kvadrat tənliyin həllinin araşdırılmasında diskriminant rol oynayırdı. Yəni, B kvadrat çıxılsın 4AC. Bu diskriminantın 0 olduğu yerlər var idi. 1. Köklər bərabər olanda diskriminant 0 olurdu. 2. Köklər hasili maksimum olanda, bax, sizdən köklər hasilinin maksimum olduğu yerlərdə soruşsa, diskriminantı nə edirdik? 0 götürürdük. Üçüncü hal, yadınızda saxlayın, bunu parabola formasında verəndə, parabolalarda belə bir sual tipi vardı, dünən də sizə dedim. Parabolanın təpə nöqtəsi apsis oxu üzərindədir deyəndə, parabolanın təpə nöqtəsi apsis oxu üzərindədir deyəndə, bir də bu cümləni belə deyirdilər, parabola oyux oxuna toxunur. Onda da diskriminant 0 olurdu. O, bu 3 halda diskriminantımız 0-a gəlir. Bunu unutmayın. Məsələn, bir növ necəsə misal düşə bilər. Böhran nöqtəsinə aid sual düşə bilər. Böhran nöqtəsini yadımıza salaq. Məsələn, bir funksiya verər. Məsələn, 3də 1, x kubu minus, burada da yazaq a və yaxud da ki, olsun 3, x kvadratı plus ax minus 5. Məsələn, bu sualda deyər ki, bunun böhran nöqtəsi yoxdur. A-nın hansı qiymətində bunun böhran nöqtəsi yoxdur. Və yaxud da deyər ki, A-nın hansı qiymətində, məsələn, bunun 2 müxtəlif böhran nöqtəsi var. Ümumiyyətlə, böhran nöqtə nə idi? Yadımıza salaq. Çünki böhran nöqtə biraz şagirdlərin səhv eləyə biləcəyi tip sualdır. İkinci sualımızdır. Böhran nöqtə törəmənin 0-a bərabər olduğu və ya törəmənin təyin olunmadığı nöqtələr idi. Amma bir hal var idi. Əsas hal odur.
həmin o tapdığınız x-lər verilən funksiyanın təyin oblastında uc nöqtələr olmasıdır. Təyin oblastının içinə aid olması idi. Nə fikirdir, mən sizə onu izah edəcəm. Bu verilən ifadə funksiya çoxhədli tipdə olduğuna görə bunun təyin oblastı x-lər mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Ona görə bunun elə biz böhran nöqtəsini tapanda törəməsini tapacağıq. Törəmə necə idi? Qüvvət qabağa gəlirdi, qüvvətdən bir vahid çıxırdıq. Plusa. Olacaq bu. Və böhran nöqtə nə idi? Sıfıra bərabər. Niyə? Çünki bu elə day bunun təyin oblastı bütün ədəd oxudu və burada törəmə elə hər yerdə təyin olunub. Burada problem yoxdur. Bəs yaxşı, indi bizə desək ki, bunun böhran nöqtəsi yoxdur, onda biz bu kvadrat tənliyin kökünün olmadığından danışacağıq. Yəni diskriminant kiçikdir 0 olanda böhran nöqtə olmayacaq. Olmayacaq. Amma desək ki, A-nın hansı qiymətində həmişə böhran nöqtə var, onda diskriminant 0-dan böyük bərabər olanda, yəni 36 çıxılsın 4A 0-dan böyük bərabər olanda, onda bunun böhran nöqtəsi həmişə olacaq. Və yaxud da ki, bizə desək ki, onun 2 bərabər böhran nöqtəsi var, onda diskriminantın 0-a bərabər olduğu yerə fikir verəcək. Çünki bunun böhran nöqtəsi kvadrat üçədiliyə gəldi və bu kvadrat üçədilikdə də bayaqda bu da yuxarıda yazdığımız qaydalar ora tətbiq eləyə bilərik. Burada sizə bir şey də yadca salım. Bir kvadrat üçədilinin tam kvadrat olması üçün, yəni məsələn hər hansı bir nx plus m-in kvadratına oxşanması üçün, tam kvadrat olması üçün, yadca salın, orada da diskriminant 0 olmalıdır. Elə bir sual da çoxhədlilərdə sizə gələ bilər. Deyər ki, plan hərfin hansı qiymətində bu ifadə tam kvadratdır. Orada həm siz müxtəsərlə qaydalarını da tətbiq edə bilərsiniz, həm də belə yaza bilərsiniz. İndi bu böhran nöqtənin çaşacağınız yeri harasıdır? Böhran nöqtə, məsələn, tutaq ki, belə bir funksiya verir. Deyir ki, bunun böhran nöqtəsini tapın. Burada siz çoxuz yəqin ki, səhv eləyərsiniz. Səhv eləməyən şagirdlər nəyə diqqət yetirəcək? Birinci, bu funksiyanın təyin oblastına baxırsınız. Bunun təyin oblastı kökün altı 0-dan böyük bərabər olduğu yerləridir. Və bunun təyin oblastı düşəcək 2 sonsuzluğa. 2 sonsuzluğa. Bəs nə idi böhran nöqtə? Bunun törəməsini tapın. Kök altı x-in törəməsini də yadca salaq. Necə tapılırdı? 1 bölünsün 2 kök altı x-idir. Ona görə bu olacaq 2 dənə burada, x minus 2 və burada da 1. İndi yazırdıq ki, bərabər 0. Və sonra nə dedik? Dedik ki, törəmənin 0-a bərabər olduğu nöqtələr və yaxud da ki, törəmənin təyin olunmadığı nöqtələrdir dedik. Törəmə də burada nə vaxt təyin olmaz? Məxrəc 0 olanda, yəni x bərabərdir 2-də törəmə təyin olunmayacaq. Bəs yaxşı, indi x bərabərdir 2 böhran nöqtəsidirmi? Xeyr. Niyə xeyr? Yadınızda saxlayın, böhran nöqtə gəlib təyin oblastının içinə düşməlidir. Uc nöqtələrə düşməməlidir. Burada uc nöqtələrə düşür. Uc nöqtələr düşdüyünə görə böhran nöqtə olmur. Yadınızda saxlayın, bu böhran nöqtə deyil. Yəni, böhran nöqtə təyin oblastının içərisinə düşməlidir. Kənarlarına, loru desək, qıraqlarına, yəni bu parça kimi baxsaq A ilə B, nə böhran nöqtə A olur, nə böhran nöqtə B olur. İndi o sonsuzluq olduğuna görə burada bir dənə 2-ni ala bilirdi, ona görə 2 olmaz. Uc nöqtədəki yer olmaz. Amma məsələn, belə bir suala baxsaq, məsələn, 3-cü dərəcədən tutaq ki, x minus 5, 3-cü dərəcənin təyin oblastı bütün ədəd oxudu. Çünki 3-cü dərəcə tək dərəcə olduğuna görə orada ixtiyari ədədi verə bilərdi. Onda bunun təyin oblastı x-lər mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Burada problem yoxdur. Onda bunun törəməsini tapanda qüvvəti qabağa gətirəcək. Qüvvətdən də 1 vahid çıxanda burada da 3də 2 eləyəcək. Burada da 1 eləyəcək. Mürəkkəb funksiyadır, amma x minus 5-in törəməsi 1-dir. İndi bunu 0 götürəndə törəmə 0 olmayacaq. Çünki sürət 0 deyil, 1-dir. Onda dedik ki, həm də nəyi nəzərə alaq? Təyin olunmadığı nöqtə. Törəmənin təyin olmadığı nöqtə. Törəmənin təyin olmadığı nöqtə həm də 5-dir. İndi yaxşı, bəs bu 5 böhran nöqtədirmi? Bəli, böhran nöqtədir. Çünki böhran nöqtə bunun mənfi sonsuzluğun, müsbət sonsuzluğun içindədir. Ona görə bu böhran nöqtədir, amma buradakı 2 böhran nöqtə deyil. Səbəb? Çünki bunun uc nöqtəsinə gedir. Yəni, burada böhran nöqtə yoxdur. Əla. Sonra, nələri bilin? Bu suallara cavab verəcək. Sonra sizə indi 3-cü sualımızı nömrələyək. Belə bir sual gələ bilərdi. Yazardı fx bərabərdir x kvadratı minus 3x plus 5. Deyərdi bu nöqtəyə x-in hansı qiymətində çəkilmiş toxunanın o x oxunun, yəni absis oxunun müsbət istiqaməti ilə əməliyyat etdiyi bucaq 45 dərəcədir. Yəni toxunandan danışırdı. Yəni bunu təsvir etsəniz, əslində təsvirə tam ehtiyac yoxdur. Təsvir etsəniz, tutaq ki, deyirəm, bu belə bir funksiyadır. Buna deyir ki, elə bir nöqtədə buna toxunan çək ki, gəlib o x oxuyla, o burada 45 dərəcəli bucağı əməliyyat edir. Əslində burada şəkli qurmağımıza ehtiyac yoxdur. Yadda saxlayın, toxunanın tənliyi y bərabərdir k vurulsun x plus 5 şəklindədir. Yəni toxunan düz xəttdir.
Buradakı K var idi. K nə idi? K bucaq əmsalı idi. Bucaq əmsalı idi və o bucaq əmsalı həmin o bucağın taniyesi ilə təyin olunurdu. İndi yadımıza salaq ki, toxunanın tənliyindəki K nə idi? Toxunanın tənliyindəki bucaq əmsalını tapmaq üçün onun törəməsini tapırdıq. Bax, K nəyə bərabər idi? F törəmə x0-a. Yadda saxlayın. K nəyə bərabər imiş? F törəmə x0-a. Bitdi. Yəni, bunun törəməsini tapırıq. 2x minus 3 və bərabər edirik taniyens 45-ə. Bitdi. Onda 2x bərabərdir 4, x nə olur? 2. İndi isə absisin yox, ordinatın hansı qiymətində, çünki biz absisi tapmışıq, gətirirsiniz bu verilən funksiyada, çünki bu verilən funksiyanın x-i ortaqdırsa, y-i də ortaqdır. X-ə 2 verəndə olur 4 çıxısın 6 plus 5, bu da olur 3. Deməli, ümumiyyətlə, burada bir A nöqtəsi varsa, həmin nöqtənin absisi 2 imiş, ordinatı nə imiş? 3 imiş. İndi koordinat başlanğıcında olan məsafəsini tap. Pifaqora görə nə olacaq? 2-nin kvadratı üstəlik 3-ün kvadratı. Sonra, yəni, bir də deyək, toxunanın bucaq əmsalı, şagirdlər, bunu yaddaşıca yazın. F törəmə x0-dır, bu bir. İkinci, toxunanda bucaqdan danışanda K bərabərdir, tangens alfa idi. Axı, indi dəxi bu mövzuda da öyrənirsiniz ki, törəmə ilə tapılırdı K. Onda törəməsini tapıb bərabər eləyəcəksiniz nəyə? Tangens alfa. Da sinus alfa, kosinus alfa, kotangens yox, tangens alfa. Yəni, orada ola bilər bir trigonometri ifadə də verər. Siz üçbucaq qurub oradan o məsələnin tipini həll edərsiniz. Bir də sizə belə şəkillər də gələ bilər. Onsuz topluda bu illəri öyrəşibsiniz və yaxud öz şagirdlərim. Sizə mən çox izahlar elə vermişəm. Tutaq ki, belə bir şəkildir. Bunu biraz normal çəkək. Məsələn, belə bir şəkildir. Burada tutaq ki, bir bu nöqtə var. Bu nöqtədən belə bir toxunan çəkirlər. Bu toxunanı gətirirlər, burasını 45 dərəcə yazırlar. Və burada belə bir şey yazırlar. Belə bir şey qoyun. -1, burada da 3 yazırlar. Bu da funksiyadır. İndi siz bir şeyə fikir verin. Bu funksiyanın özünün, funksiyanın özünün x-ə -1 verəndə, üzrü sayın. X-ə -3 verəndə, y -1. Bu bir. Amma bir şey də var. Bunun törəməsində qiyməti nədir? Törəməsindəki qiymət dediyi nə olacaq? K olacaq. K. K da nə idi? Tangens alfa. Tangens alfa da burada nədir? 45. Məsələn, 45 yox. Siz bura 60 dərəcə yazsanız, çünki o arta gedir. Azalan formasını gəlin nəzərə alaq. Belə məsələn nəzərə alaq. Bura 60 yazaq. Onda bu bucağı nə qədər olurdu? 120. Çünki azalanda K nə idi? Mənfi idi. Artanda K müsbət idi. Önce olacaq orada tangens 120. O da nə olacaq? Mənfi kök. Həm də deməli bunun törəmədəki qiyməti nə olacaq? Mənfi kök 3 olacaq. Bunları unutmayın. Sonra deməli F törəmə nəymiş? F törəmə x0 bərabərdir tangensimiş. Sonra belə bir sual sizə öyrədim. Məsələn, 4 gəlir, 5 gəlir nömrəliyin. Bir funksiya verər. Məsələn, yenə 3-də 1 ilə verəm ki, burada əmsal törəmədə yoxa çıxsın. Dax ki, burada da x kvadrat və yaxud da ki, 3x kvadrat plus burada da yenə bayaq kimi ax minus 8 olsun. Və nə deyir? Deyir ki, A-nın hansı qiymətində bu funksiya çəkilmiş toxunanlar absis oxuna paraleldir. Yəni, bu bir kubik funksiyadır. Bu funksiyana çəkilmiş bütün toxunanlar absis oxuna paraleldir. Yəni, toxunanın OX oxuna paralelliyindən danışır. Toxunan OX oxuna nə vaxtı paralel olacaq? Toxunan axı mən sizə dedim axı bir düz xəttdir. Toxunan düz xəttdir və bu absis oxuna paraleldir. Absis oxuna paralel olanın ordinatı sabitdir. Fikir verin, ordinatı nədir? Sabit. Y sabit. Axı y bərabərdir bayaqları kx plus b idi. Bu ya artmalı idi, ya azalmalı idi. Amma indi sabitdir. Sabit olması üçün bunun bucaq əmsalı nə olmalı idi? 0 olmalı idi. Bucaq əmsalı nə olmalı idi? 0 olmalı idi. İndi bucaq əmsalı nə idi bəs? F törəmə x0-dır. F törəmə x0-dır. Və bu nəyə bərabər olmalı idi? 0-a. Deməli, bir də təkrar, toxunanlar absis oxuna o vaxtı paralel olacaq ki, onun bucaq əmsalı 0 olsun. Bucaq əmsalı da bu mövzuda nə idi? Törəmə idi. F törəmə x0 idi. Deməli, bunun törəməsini tapırsınız. Qüvvəti qabağa gətirir, qüvvətdən bir vay çıxırsınız. Yenə gətirdim mən bayaqçını. Və bu bərabər olur 0-a. Yəni, bu 0 olmalıdır. Buradan da tənniyə edirsiniz. İndi məsələndə mən bir kvadrat tənniyə almışam. İndi bunu həll edirsiniz. İndi sizə nə deyəcək? Yəni, F törəmə x0 bərabərdir 0 olmalıdır ki, o toxunan absis oxuna paralel olsun. Bunu unutmayın. Bir də bunu da yadda tutalım. Nədənsə içindən bir səs deyir ki, bu dəfə
Birinci bloklara toxunanın tənliyindən bir sual gələr. Məsələn, deyər ki, x-in hansı qiymətində bu funksiyaya çəkilmiş toxunan y bərabərdir 3x plus 6-ya düz xətti ilə paraleldir. Yəni, bu toxunan çəkilir, bu nöqtə. Üzrə sayın planşetlə. Hə. Bu da bu 3x plus 6-dır. Buna paraleldir. Hə. Bax, düz yazıda saxlayır. Ümumiyyətlə, iki funksiyanın toxunandan danışanda onların törəmələrini bərabər edin. İndi bunun elmi araşdırılması belədir. Axı bu düz xəttidir, kx plus b idi. O iki düz xəttin bir-birinə paralel olmasındakı k-lar nə olurdu bir-birinə? Bərabər olurdu. K-ların bir-birinə bərabər olması lazım idi ki, b-lər də fərqli olması lazım idi ki, o iki düz xətt bir-birinə paralel olsun deyirdik. İndi düz xəttə görə biz nəyi təyin eləyəcəyik? K-nı. K da nə idi? F-m x0 və bərabər eləyəcəyik buna. Ümumiyyətlə, yazıda saxlayın. İki funksiyanın toxunanına aid bir sual tipi quranda törəmələrin bərabər edib alınacaq. Yəni, mən bunu test üsulu kimi sizə öyrədirəm. Deməli, x bərabərdir nə oldu? 4 nöqtəsində oldu. İndi növbəti nə yazacaq salın? Məsələn, funksiyanın törəməsi sıfırdan böyük bərabər olanda funksiya artan funksiya olurdu. Artan. Funksiyanın törəməsi sıfırdan kiçik bərabər olanda azalan funksiya olurdu. Funksiyanın ekstremum nöqtələrində isə törəmə sıfıra bərabər olmalı idi. Törəmə sıfıra bərabər olmalı idi. Bunu ekstremum nöqtələr deyirlər. Amma bir şey var. Burada biraz diqqətli olmaq lazımdır. Ekstremum nöqtələrdə həmin o nöqtədə törəmə ya müsbətdən mənfiyə doğru getməlidir, ya bax, müsbətdən mənfiyə doğru getməlidir, ya da mənfidən müsbətə doğru keçməlidir. Məsələn, ola bilər belə də gələr törəmə. Yenə bura diqqət yetirin. Və burada. Və burada da törəmə sıfırdır, amma bu nə ekstremum nöqtədir? Bu funksiyanın törəməsinin qrafikidir. Bu nə ekstremum nöqtədir? Nə minimum nöqtədir, nə maksimum nöqtədir. Kim? Törəmənin qrafiki. Çünki yazıda saxlayın, törəməni müsbətdən mənfiyə keçdiyi nöqtələr nə deyirdik? Maksimum nöqtələr deyirdik. Mənfidən müsbətə keçdiyi nöqtələrə nə deyirdik? Minimum nöqtələr deyirdik. Bu iki nöqtələr çoxluğuna bir yerdə nə deyirdik? Ekstremum nöqtələr deyirdik. Bunu unutmayın. İndi, məsələn, tutaq ki, bir funksiya sizə verir. Məsələn, x kubu plus 5x elə 5x plus 99 deyir. Bu funksiyanı araşdır. Bu funksiyanı artandırmı, azalandırmı? Bunun törəməsini siz tapırsınız. 3x kvadratı plus 5. Bax, x-in ixtiyari qiymətində bu nə demişə? Sıfırdan böyükdür. Törəmə sıfırdan böyük olduğuna görə deyir ki, bu funksiya həmişə artan funksiyadır. Məsələn, bir başqa sual. Məsələn, 2 sinus x, məsələn, çıxılsın 99x plus məsələn 5. Sən bunun bu dəfə törəməsini tapdın, bu eləyir 2 dənə kosinus x, çıxılsın 99. İndi qiymətlər oblastına görə kosinusun ala biləcək ən böyük qiymət 1 idi. İkisini 1-ə vurub 99 çıxsaq da, yenə də bu mənfi eləyir. Bu dəfə də alırıq ki, x-in ixtiyari qiymətində bu törəmə mənfidir. Törəmə mənfi olduğuna görə bu dəfə deyirik ki, bu funksiya mənfi sonsuzluq və müsbət sonsuzluq aralığında həmişə nədir? Azalan funksiyadır. Və bunları unutmayın. Yəqin ki, aydın oldu. İndi sual tipinə bir dənə fikir verin. Yenə də bu 3-də 1-i mən yazacağım ki, əmsal orada yoxa çıxsın. Burada da məsələn 2-də 1 x-4 olsun, plus məsələn 5ax olsun, minus 3 olsun. Desin ki, a-nın hansı qiymətində bu funksiya həmişə artan funksiyadır. Bax, gözəl sualdır. Burada səhv eləmə ehtimalı çoxdur. Nə deyirəm? Həmişə artan funksiyadır deyirəm. Həmişə artan funksiya nə idi? Törəmə sıfırdan böyük bərabər olmalı idi. Biz bunun törəməsini tapanda qüvvəti qabağa gətirib qüvvətdən bir vadiyyənə çıxacağıq. Bura x kvadrat atacaqdım. Olacaq burada çıxılsın x plus 5a. Çox bu olacaq. Və bu bizə deyir ki, böyük bərabərdir 0 olsun. Və bu dünən də mən sizə bir izah göndərmişdim. Bax, bu kvadrat bərabərliyi idi. Və bu sıfırdan həmişə böyük bərabərdir. Bunu bir də yazıca salıram. Bir kvadrat bərabərliyi sıfırdan həmişə böyük bərabər nə vaxtda olur? Orada çoxu çaşarsınız. Və bu halda olur. Çünki bu apsis oxundan həmişə yuxarıdadır. Bax, bu hara istəsən aparın, sağa sola aparın, bu ödəyəcək. Amma bir şey var, gətirib aşağı düşürsəm, bax, bunun bu hissələri var, bu hissələr. Bu hissələrində y mənfidir. Deməli, o x oxundan o aşağı düşə bilməz. O x oxundan yuxarıda olmalıdır ki, müsbət olsun.
Ama bura fikir verin, burada bir bərabərlik də var. Yəni bunun bir bu halı da var. Baxın, bu halı da var. Yəni apsixona toxunduğu halı da var. Axı mən bayaq sizə dedim elə indi dərsdə. Dedik ki, parabolanın apsixona toxunması üçün həm də diskriminant sıfırı mütləq götürməlisiniz axı. Sonra bəs yaxşı bu yuxarıda olsaydı nə olardı? Yuxarıda olsaydı kök yox idi. Bax, x-lər yoxdur, o x cəhəsti yoxdur, nöqtələr yoxdur. Onda da diskriminantı sıfırdan kiçik götürürdük. Onda bunu bir yerdə diskriminantı sıfırdan kiçik bərabər götürəcəyik. Yəni bunu çox vaxtı şagird elə bilir ki, diskriminant mənfi olmalıdır. Xeyr. Diskriminant nə olmalıdır? Sıfırdan kiçik bərabər olmalıdır. İndi diskriminantı tapın, çünki burada bərabərlik halı var. Bax, artmada, azalmada törəmə sıfırdan böyük bərabər və ya kiçik bərabər götürürsünüz. Böyükdür yox, böyük bərabər. Kiçikdir yox, kiçik bərabər götürürsünüz. İndi bu diskriminantı tapdınız, birincisi 20 al, kiçik bərabərdir 0. Buradan da böyük bərabərdir, 1 bölünsün 20 olur. Yəni böyük bərabərdir. Diqqət yetirin. O 20-də biri mütləq alır. Sonra, məsələn, tutaq ki, sizə belə bir sual düşdü. Məsələn, x üstü kub minus 6x kvadratı məsələn, minus 5. Bunun artma və azalma aralıqlarını istədilər. Deməli, biz nə edirdik? Törəməni tapırdıq. 3x kvadratı çıxılsın 12x. Sonra nə edirdik? Vurğulara ayırırdıq. Yadınıza salın. Artma və azalma aralıqlarını tapıram. Və yaxud da gəlin bunu kopyalayayım. Buna aid sizə verə biləcəyi sualları yadınıza salın. Yəqin ki, onlardan bir dənə sual gələcək sizlərə. İndi, baxın, diqqətli olun. Törəmənin intervalını araşdırırdıq. 0, bir də 4. İşarələrin qoyulduğu yerinə yoxlayırdıq. Müsbət, mənfi, müsbət. İndi diqqətli olun. Törəmənin müsbət olduğu yerlər nə idi? Artan yerlər. Törəmənin mənfi olduğu yerlər nə idi? Azalan yerlər. Bax, gəlib elə bir arta gedib, sonra azalıb sıfırda. Ona görə bax, törəmənin, bayaq sizə dedim axı, müsbətdən mənfiyə keçid elədiyi nöqtələr maksimum nöqtələrdir. Yəni, x maksimum nöqtəsi bunun sıfırdır. Sonra müsbətdən, mənfidən müsbətə keçid elədiyi nöqtələr minimum nöqtələrdir. Onda x minimum da burada nədir? 4. Nöqtələr budur. Yaxşı, ekstremum nöqtələr nədir? Bunların ikisinin bir yerdə olduğu hissədir. Səbəb? Çünki bu müsbətdən mənfiyə və yaxud da mənfidən müsbətə keçdiyi yerlər ekstremum nöqtələrdir. Minimum və maksimum nöqtələr bir yerdə. İndi bizə desə ki, bunun minimum qiymətini tap, aparıb bu minimum x-in yerinə minimum qiymətdəki o 4-ü qoyacam. Çünki biz funksiyanın minimumunu tapmamışdıq. Biz funksiyanın minimum nöqtəsini tapmışdıq. Deməli, onda belə çıxır ki, funksiyanın minimum nöqtəsində də, maksimum nöqtəsində də törəmə 0 olur da, götürə bilərsiniz. Yəni, bir testlə işləyə bilərsiniz. Deməli, bu da olur, çıxılsın 16 vur 6, 96 minus 5. Bunu hesablayırsınız. Yəqin ki, anlata bildim. Sonra, deməli, ekstrem nöqtədə bir də deyirəm, törəmə nəymiş? 0 imiş. Məsələn, bax, siz belə bir funksiya götürün. Yenə mən bunu yazacağam. Tutaq ki, 4-də 1, x üstü 4 yazacağam. Minus. Elə bir ki, belə deyim də, loru danışın. Bax, törəməni tapıbsınız. Məsələn, x minus 1-in kvadratı alıbsınız, x plus 4 alıbsınız, x minus 6 alıbsınız. İndi burada bir şey var. Siz indi bir törəmədə tapıbsınız da, məsələn. Və burada intervalı həll eləyəndə xüsusi diqqət yetirməli olacağınız yerlər nələrdir? Müsbət olacaq bura. İndi siz buna 5, 2-ni verin. 2-ni verəndə mənfi olur. Mənfi 3-ü verin, mənfi olur. Bax, indi diqqətli olun. 2 dənə mənfi yan-yana var. Onda bəs problem axı orada nə olmalı idi? Ya müsbətdən mənfiyə doğru getməli idi. Onda o maksimum nöqtə idi. Onda maksimum nöqtə mənfi 4-dür. Mənfidən isə müsbətə etməli idi. Amma bu mənfidə mənfiyə gedir. Ona görə bu minimum nöqtə yalnız burada 6-dır. Bəs bu 1 nədir? Bir nöqtəyə əslində əyilmə nöqtəsi deyirlər. O bizə orta məktəb proqramında maraqlı olmur. Bəs yaxşı, bunun böhran nöqtələri nələrdir? Böhran nöqtə mənfi 4-dür, 1-dür, 6-dır. Biz bunlara böhran nöqtə deyə bilərik. Bəs yaxşı, ekstremum nöqtələr nədir? Ekstremum nöqtələr yalnız mənfi 4-dən 6-dır. Da bir ekstremum nöqtəsi deyil. Yəni, anladınız. Yəni, törəmədə cüt qüvvətin rol oynadığı köklər ekstremum olmur. Çünki orada nə artmır, nə azalmır. Başa düşdünüz? Yəni, olduğu kimi qalır. Nə mənada? Yəni, azalırsa azalır, artırırsa artır. Yəni, 2 dənə müsbət olsaydı, artanda yenə artacaq. Ona da əslində biz qırılma kimi baxırıq da. Belə başa düşün, qırılma, törəmənin qırılması kimi baxırıq. Nəysə, o abituriyentdən o qədər araşdırılmır. Sadəcə bunu bilin ki, ekstremum nöqtələrdə törəmə onsuz da 0 olmalıdır. Amma ekstremum nöqtəsi olması üçün
törəmənin ya müsbətdən mənfiyə doğru, ya da mənfidən müsbətə doğru keçid eləməsi vacibdir. Elə, bunu da sizə dedim. Demişdim, sizi çox yormayacağım, amma yenə də danışıram. Tutaq ki, indi sizə belə bir integral düşür. Məsələn, 0-dan 4-ə 3 altında 16 çıxılsın x kvadratı dx. İnanmıram belə bir sual atarlar, amma ola bilər, gələr. İndi bunu birinci yadınızda saxlayın. Bu bir funksiyadır. Və bunu biz bir kvadrata yüksəltsək, olur 16. Bu da bizə nəyi xatırladır? Çevrə tənliyi xatırladır. Çünki siz verilən o ifadəni bir abituriyent beyni ilə, proqramı ilə, yəni o integralı rahat hesabla bilməyəcəksiniz. Bu da mərkəzi koordinat başlanğıcında radisi 4 olan çevrə idi. Və bura -4 idi, bura 4 idi. İndi bax 0-dan 4-ə bunu qaralayır. Deməli, onda bu dairənin nəyi olur? Sektoru olurdu, 4də 1 olur. Dairənin sahəsi də pi kvadratı idi, çünki radius 4'dür. Onda 4də 1 olur, çünki burası olur. Bu da neyinir? 4 eləyir. Yenə deyirəm, siz bunu əvəzləmə ilə falan yaza bilməzdiniz. Uzun gedərdi, yəni bir test sualı üçün normal sual deyil. Çünki integral sahanın nə vaxtı özü olurdu? Verilən funksiya o x oxundan yuxarıda yerləşəndə həmin integral ilə sahanın özü olurdu. Aşağıda yerləşəndə isə integral sahanın əksi olurdu. Burada da yuxarıda yerləşir. Problem deyil. İndi burada -4-dən 4-ə versəydi, -4-dən 4-ə buradan buradır. Onda nə olacaqdı? Dairənin sahəsinin yarısı olacaqdı. 8 pi olacaqdı. Görürsünüz? Yəqin ki, bu sizin üçün bir təzə məlumatdır. Daha nə idi? Daha yadımıza salaq, əyri-xətirli trapeziyada, tutaq ki, bu belə bir şey gedir, əyrilər ümumiyyətlə buna deyək. X bərabərdir A-dan X bərabərdir B-yə qədər bu funksiyanın sahəsi, o x oxu ilə məhdudlanmış hissənin sahəsi. Nə yazırdıq? Daha bərabərdir integral A-dan B-yə verilən elə funksiyanın özü dx. Amma bunu aşağıda qaralasaydılar, yəni bunu məsələn, tutaq ki, belə qaralasaydılar, buranı istəsəydilər, A-dan B-yə, fx, dx, onda biz sahə bərabərdir, bu integralın əksini götürəcəkdik. Yəni, integral sahə ilə eyni olmur. İntegral əslində sahə integralın moduludur. Çünki sahə onsuz da müsbətdir. Amma x oxundan aşağıda yerdə yerləşən yerlərdə sahə integralın əksi olur. Bunu unutmayın. Sizə belə bir şey də yazda salın. Məsələn, bunu belə çəkir. Bura S1 deyir. Bura S2 deyir. Bura da S3 deyir. Bura -4-dən 6-ya qədər işarə eləyir. Məsələn, orada yazır ki, S1 plus S3 məsələn 5-dir. Sonra da yazır integral -4-dən 6-ya verilən funksiya dx bərabərdir. Məsələn, mən buna nə atım? 11 atım. İndi S2-ni tapın. Mən sizə bayaq nə dedim? İntegral o x oxundan aşağıda yerləşəndə sahanın əksi olur. Deməli, o -S1. Yuxarıda yerləşənin özü olur, aşağıda yerləşənin əksi olur. Bu integral bir yerdə 11-dir. Görürsünüz, buradan bura var, sonra buradan bura var, sonra buradan da bura var. İndi S2 çıxılsın, S1 üstəgəl S3-də 5 verib. Buradan S2 nəyə bərabər olurdu? 16-ya bərabər olurdu. Bunu da yadımıza aldıq. Sonra, məsələn, belə bir funksiya sizə verər, çaşdırar. Bax, yazar ki, bu x üstü 4-ün x üstü 4, y bərabərdir x üstü 4-ün qrafikidir. Və buna x bərabərdir 0-dan 1-ə qədər olan hissədə bu sahanı istəyər. Və belə. X yox, y. İndi burada nə edəcəkdir? Əslində, çox bicli yollarla tapmaq olar. Amma sadəcə burada belə bilin. Çünki bayaqları biz bunu o x oxu ilə qaralayırdıq. Fikir verin, o x oxu ilə qaralayırdıq. İndi ara ilə qaralamışıq, o y oxu ilə qaralamışıq. Onda o y oxu ilə qaralamışıqsa, burada tərs funksiya tapmışıq. Onda y nə olurdu? X üstü 1/4. Tərs funksiya tapmışıq. Burada da gəlin biraz maraqlı olsun, nə istəyirsiniz? Bax, buranı gəlin 1 götürək, buranı da 16 götürək, belə isə olsun. Tərs funksiya tapmışıq. Çünki tərs funksiyadır. Bax, bu x ilə y-in yeri dəyişilir. Bax, bura aşağına x-ə görə qaralayırdı. Burada kimə görə qaralayıb? Y-ə görə qaralayıb. Onda nə edəcək? İndi bu sahə yazacaq. Baxın, 1-dən 16-ya. Bax, bir də ki, o y oxuna görə sağda yerləşəndə sahə integralın özü olur. Solda yerləşsəydi, sahə integralın əksi olacaqdı. O, bu tərəfə qaralasaydı, integralın əksi sahə olacaqdı. Bir də sizə deyirəm. Deməli, bunun integralı. İndi burada nə edirdik? Qüvvəti bir vayda artırırdıq, bölürdük qüvvətə. Qüvvətə bölməyində kəsirdi, tərsinə vurduq. 1-dən 16-ya. İndi x-in yerinə 16 qoyuruq. 16, 2 üstü 4-də olacaq, 2 üstü 5. X-in yerinə bir də 1 qoyuruq. Bunu hesablayırıq. Yəqin ki, anladınız.
Belə, çox yormayayım sizi. Dedim ki, bunları da sizə bir yazıca salım. Böhran nöqtə nə idi? Hə, bir də törəmədən biraz danışaq. Törəmədə mürəkkəb funksiyanı unutmayın. Bir də hasilin törəməsini unutmayın. U vurulsun V-nin törəməsi nə idi? U-nun törəməsi vur V plus V-nin törəməsi vuru idi. U bölünsün V-nin törəməsi nə idi? Sürətin törəməsi vurulsun məxrəc, çıxılsın məxrəcin törəməsi vurulsun sürət, bölünsün məxrəcin kvadratı. Bir də limitdə də bir şey yadınızda saxlayın. Tutaq ki, bax, belə bir limit verəcək sizə, məsələn, x-8 çıx 1, məsələn deyirəm. X-in yerinə verilən qiyməti qoyanda yuxarıda 0-da, aşağıda 0-da axı. Onda bu bizə nəyi xatırladırdı? L'Hopital üsulunu. L'Hopital üsulu nə idi? Yuxarının törəməsin bölməli idi aşağının törəməsinə. Mən burada bunu niyə dedim? Kəsirin törəməsi kimi baxmırıq. Sürətin törəməsini ayrıca tapırıq L'Hopital üsulunda. Bölürük məxrəcin törəməsini ayrıca tapırıq. Yəni sürətin törəməsini tapdınız, qüvvətdən 1 vay çıxdınız, qüvvətdən 1 vay çıxdınız. İndi x-in yerinə 1 qoydunuz, elədi 8-də 5. Görürsünüz nə qədər rahatdır. Məsələn, belə bir limit əslində problemli limitlər sırasına aiddir. Məsələn, köşə altında x çıxılsın 2, bölünsün x kvadratı çıxılsın 5x plus 4. Və bu maraqlı limitdir. X yenə 4 qoyanda yuxarıda 0-dır, aşağıda 0-dır. Onda sürətin törəməsi bölünsün məxrəcin törəməsi olaraq yazırdım. İndi x-in yerinə 4 qoyanda 1 bölü 4 bura eləyir, x-in yerinə 4 qoyanda burada 3 eləyir. Olurdu 1 bölünsün 12. Belə. Yəni L'Hopital da törəmə ilə, yəni o limiti də hesablamaq rahat olurdu. Belə şagirdlər, sizlərə imtahanda uğurlar. Hə, bir dənə də yenə də bir şey də yazıya salım. Topluda o qədər yoxdur, amma gələ bilər. Məsələn, bir funksiya versin. Tutaq ki, kökə altından məsələn, x minus 3. Belə bir şey versin. Yazsın ki, x-in 4 ilə 5, 4-dən 8-ə, 4-dən 6-ya x-in. Hə, bu aralıqda o x oxu ətrafında fırlanmasının alınan cisim həcmini tapın. Bax, V-ni istəyir, həcm istəyir. Həcm yazıda saxlayın, necə tapılırdı? Pi vurulsun. Həmin o A-dan B-yə verilən funksiyanın kvadratı dx olurdu. Bunu o qədər siz öyrəşməyibsiniz. Verilən funksiyanın kvadratı dx olur. Çünki bunun qrafikini çəkə də bilərsiniz. Bunun qrafiki də əslində belə olur. Bu da 3-dən başlayır, belə gedir. Hə, indi x-ə 4 verəndə 4-dən 3 çıxanda 1 eləyir, y1-dir. 6 verəndə 2-6 3 eləyir. Və buranın o x oxu ətrafında fırlanmasını alınan cismin həcmini istəyir. Bu da əslində konus, kəsik konus olmur. Çünki bura, baxın, qövsvarı gedir, düz getmir. Ona görə heç bunun qrafikini çəkməyə dəyməz. Bu düsturdan hesablayacaqsınız. Hə, onda V nəyə bərabər olacaq? Pi vurulsun. 4-dən 6-ya verilən funksiyanın kvadratı x çıxışdır. Dx. Bitdi. İndi qüvvəti 1 vayda artırın, ya da 1-1 də yaza bilərsiniz də. Qüvvəti artırın, bölün qüvvətə. 3x. 4-dən 6-ya. Bunu da yanına pi yazacaqsınız. X-in yerinə 6 qoyun, 18, çıx 18. X-in yerinə 4 qoyun, 16 bölü 2, 8, çıxılsın, 3 vurulsun 4, 12. Bunu da hesabladınız, 4 elədi. Yanında da nə olacaq? Pi. Yəni bunun cavabı nə olacaq? Həcm 4-dür. Bax, deməli bunu unutmayın. Həcm nəymiş? Pi vurulsun A-dan B-yə verilən funksiyanın kvadratı dx. Belə, şagirdlər. Sabah imtahanda hər birinizə uğurlar. İnşallah gələn dərslər görüşərik.